Kapitan Cəfərli Həmid var idi. Mən olduğum taburda bölük komandiri idi. O mənim yanımda gözümün içinə baxa-baxa şəhid oldu. Özü başda olmaqla şəxsi heyətdə bir-bir, tək-tək atışlarla düşmənin, mən sizə deyərdim, 100-dən çox qüvvəsini məhv etmişdi. Bir döyüşdən danışıram, amma biz sonra Mücər kəndini ələ keçirəndən sonra gedib baxmışdıq o meyitlərin hamısını. Mən sizə son sözümü deyirəm, əgər mən şəhid olsam, döyüş vaxtı, döyüş gedərsə, məni sipər eləyin, sizə güllə dəyməz. Cəbrayıla ilk bayraq sancan, şəhid kimi tarixə düşən kapitan Həmid Cəfərli cəsur, mərd və döyüşkən komandiri idi. Uşaqlıqdan hərbiyə böyük maraq göstərən Həmid 14 yaşından Cəmşid Naxçıvanski adlı hərbi liseyə qəbul olur və bununla da hərbiçi həyatına başlayır. Vətəni sevən, vətənin hər zaman azad görmək istəyən Həmid Cəfərli oktyabrın 5-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Öz dəstəsi ilə 6 günlük mühasirədən sonra ali məqama çatır. Bu müddət ərzində öz dəstəsinə əsl lider kimi davranır.